da bizə çatdırırdı. Yaşad fondu 4 fəaliyyət istiqaməti üzrə 93 milyondan çox vəsait xərcləyib. Fondun 5 illik hesabat iclasında bu barədə məlumat verilib. Bu müddət ərzində 18 mindən çox şəxsin 94 minə yaxın müraciəti təmin edilib. Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin məişət şəraitini yaxşılaşdırılması üçün 42 milyon 247 min, təhsil peşə hazırlığı üçün 5 milyon 953 min, istehlak və borc öhdəliklərinin qarşılanması üçün isə 7 milyon manat xərclənib. Brifinqdə qazi və şəhid ailələrinin ölkə xaricində müalicə xərcləri barədə də məlumat verilib. Müalicə məqsədi ilə ölkə xaricinə göndərilən şəxslərin ümumilikdə sayı 193 nəfərdir. Bunlardan 9 nəfər şəhid ailə üzvü, 184 nəfər isə bizim ağır yaralılarımız idi. Hal-hazırda bir ağır yaralımızın müalicəsi Türkiyə Respublikasında davam etdirilir. Türkiyə Respublikasında, yəni ölkə xaricində müalicəyə xərclənən vəsait isə 21 milyon manatdan artıq vəsait xərclənib.